Təbii İslam dini qadınlara çox böyük dəyər verir. Necə ki, Quran-Kərimdə Qadınlar Haqqı surəsi var və təbii İslamdan qabaq qadınla çox pis rəftar edərdilər. İslam gəldi, o qaydaları təyin etdi və qadını ucaltdı, izzətləndirdi və rəftarlar qoydu. Və həqiqətən İslama kim əməl edərsə, hətta xoşbəxt olar. Öz həyat yoldaşı ilə, öz anası ilə, öz bacısı ilə və s. yəni münasibətləri düzələr. Misal üçün Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, yəni insan öz həyat yoldaşına qarşı münasibəti buyurur ki, kərihə minhu xuluqan, radiyə minhu xuluqan axar. Əgər sən öz həyat yoldaşında xoşa gəlməyən bir şey görsən, deyir, onun xoşa gələn tərəflərinə bax. Təbii ki, biz insanıq, hamımızda bir mənfi cəhətlər var və yəni, istər qadınlar, istər kişilər. İnsan xoşa gələn tərəfə baxsa, xoşbəxt olar. Yəni, bu İslam ona toxunub. Və axır olaraq istəyirəm, Azad müəllim, əgər icazə versəydiniz, əlbəttə ki, bu ümumən insanların haqqa gəlişi barəsində bir iki fayda da deyim, onunla da yekunlaşdırım. Deməli, bax, bir hədisdə Muhammed sallallahu əleyhi və səlləm buyurur ki, Allah Azza və Cəllə qiyamət günü bir kişini gətirəcək və deyəcək ki, o kişi cəhənnəm əhlindən olur və deyəcək ki, mən əgər bütün dünyanı sənə versəydim, cəhənnəmdən qurtarmaq üçün bütün dünyanı fidyə verərdimmi? Yəni, bütün dünyanı sədəqə verərdimmi? Ki, yəni, özünü əzabdan, oddan qutarasan. O deyir ki, bəli, verərdim. Allah Teala ona deyəcək ki, sən yalan danışırsan. Sən yalan danışırsan. Mən dünyada ikən sənə bundan azını istəmişdim. Yəni, çox azını istəmişdim. Və həmçinin mən həm cavanlara, həm yəni, bu dini, o xoşbəxtçiliyi şəhvətlərə dəyişənlərə bir şey demək istəyərdim ki, və dinə gələndən sonra insan o şəhvətləri hətta ən gözəl şəkildə dadır. Ən gözəl şəkildə olur. Misal üçün, bax, nədir bu dünyanın ləzzəti? Yatmaqdır, yatmaq ölməkdir. İnsan bilmir, yatsa duracaq, yoxsa yox. Yemək içməkdir, hər yemək içməkdən sonra əziyyət var. Yəni, bilirik ki, yəni, əziyyət var. Hətta orada böyük təfsilatlar var. Yəni, insan nə yeyəndə necə olur, nətər olur. Yəni ki, istəmirəm o tərəflərə gedəm. Və istər yaxınlıq etməkdir, hətta bundan belə insan axırda nə olur, yəni pis olur, yəni hətta xüsusən haramda olanda xüsusən pis olur, bunu nə qədər insanlar danışırlar. Və sonra gəzməkdir və onun da axırı yorğunçuluqdur. İnsan gedir, gəzir, axırda yenə yorğunçuluq. Yəni bu qədər, baxırsan ki, yəni bu qədər... Gedəndə sevinir, bir də gələndə. Bir gedəndə sevinir, qaydalı, əzabdır da bu. Yəni bu qədər şeylərə həqiqətən dəyməz ki, insan yəni dinini, əbədi həyatı, əbədi xoşbəxtlik. Həm bax, yəni müqabildə baxın cənnətdə necədir? Cənnət əhli, yəni üzr istəyirəm, ayaq yoluna getməyəcək. Onun tərlə çıxacaq. O tər onlar üçün ətir olacaq. Necə ki, bu hədislərdə gəlib, bu Quranda gəlib, yəni bu vaxtda ayələr var. Və həmçinin onların yeməyi ən gözəl şəkildə olacaq. Və onların gəzməyi ən gözəl şəkildə olacaq. Onların istirahəti ən gözəl. Onların yatmağı belə olmayacaq. Yəni ki, onlar o yatmaq, o yorğunçuluq olmayacaq. Yəni, onlar yatmaq insanın inir, yəni öldürür təbii ki. Yəni, hətta o kamil yəni, həyat sahibi olacaq insan. Və Allah Teala'dan istəyirəm ki, millətimizi yəni, islah eləsin, yəni, hidayət yoluna qaytarsın. İslamla bizi izzətləndirsin, Quranla.